unutmayın. Xına təkcə xına mərasimi və saç boyamaq üçün deyil. Azertip Az bildirir ki, xınadan nənələr, hətta babalar baş, bədən ağrılarında da təpitmə kimi istifadə edib. Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur. Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir. Dərinin bərpasını tezləşdirir. Xınanın sinir ağrılar üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür. Uyuşma, göynəmə, diabet xəstələrində olan sinir ağrılarında da xına kütləsi sürtmək olar. Videonu izlədiyiniz üçün təşəkkürlər. Bu tip videoların davamlı olması üçün videolarımızı bəyənməyi, paylaşmağı və eyni zamanda kanala abunə olaraq bildirişləri aktiv etməyi unutmayın. Sədaqət Kazımova, Azertip Az. Sağlam gələcək, Azertiplə gələcək.